Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Baboş canlı yayım zamanı çoxlu yemək yeməsi ilə diqqət çəkib. O, yeməkdən doymayaraq süfrədə olan təamlardan xeyli yeyib. Baboşun partlayana kimi yeməsi canlı yayım izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Biraz doyunca yiyeyim ki, artıq əməliyyata girəcəm. Bu biraz qızımı toxtadım. Hələ narkoz canından çıxmayıb. Ki, əməliyyatım olub çıxacam. Onların həkimlərindən gedəcəm. Ondan sonra tüp kimi olan, yəni indidən qızlar əl çəkmiş. Gör. İndidən qızlar əl çəkmiş. Gör. Arxaya nasıl da görünədi. Qapım dank 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 dank. Deyəcəm, siz girin ayın az da bezdim əlinizdən də. Hələ çıxdım mən. Yo, istəmədim, yo. Əməliyyat olacam. Və arıqlamışam, təzyiq gedib. Özümü yüngül hiss edirəm. Kökələndə yaxşı olmuram. Özümə hər yəmirəm, köpüm olur, köpüm zadı da yoxdur. İndi qarpız yerim olacaq. Ucuya basır. Səni basası deyil, amma yeməyə basmalıyam da, deyib bu. Yazıq canım, tezdən saat 8-də şirin çayla inək pendirinin üstündəyim. Çox sağ olun. Mən yemək yiyib qutarmamışam ki, bir çörək getdi. Mən dərdimi gedim kimə deyim ha. Mən dərdimi gedim hara deyim ha. Vallahi yeməyimlə bax, yemək yeməmişim mən. Elə bir ki, çörək deyir ki, məni yiyib. Elə bir telefon evini gördüm. Orxan, mənim ürəyim. Hoş gəlmişsən, nə tərsən? Çox arsız adamsın. Arsız niyə olurum sən Allah? Mali söz demə. Mən kişi kimi kişiyəm. Allah'ım da heç kimdən işim yox. Başım salva aşağı. Öz çörəyini qazın. Kim arsız da? Deyən səsimi çıxartmadım. Xod getmə ha. Yeki çox. Sənin dilin var, mənimki də var. Nə asızdığımı görmüşsən? Südabə. Dedim ki, bir kəmə, bir gün doyunca yiyeyim. Məndə kiçiltmə olacaq. Bir dənə çörəyimi alıb çox görürsünüz.
Ağzın olsun, bir gündən dünya dağılmış, qoy ürəyimizə. Ardam adıyla ki, bir gün bas ye, çox ye. Sonra aç saxla özünü yanına. Amma bir gün bir dəfə deyil, ayda bir dəfə özünü bas, doyunca ye. Qoy bir dəfə doyunca basını yeyim da, ha. Heç nə olmaz, qoy bir dəfə doyun patlamaya düşür, yox, gedib uzanacağım. Deyib əfa gəlir. Gəlir, deyib öyündə. İndi birazdan sonra gəlir, məni acından öldürəcək. Bu. Bu boyda qoymayam qabamı çörəyə. Nə qarpız verəcək, nə də bir şey. Qoy bu günü doyunca yeyim heç olmasa. Xahiş elə, mənə işiniz yoxdur. Kolam da yanımdadır. Xahiş edirəm, işiniz yoxdur. Bu gün doyunca yeyəcəm. Vəssalam, iş tamam. Oxay. Oxay, dünya var imiş. Bir gündən heç nə olmaz. Dünya var imiş. Az, nəydi az? Niçində həsrət idim. Əməklərə. Çolpanı qoy, bax ki, belə ki, çolpanı qoyub qabağa, öz qapının çolpasını qoyub qabağa. Sıvırıq belə, sıvırıq ağzına qoy, üstündən də, qarpız üstündən də kolanı yemədən. Onun da ləzzəti var az. Oh, dünya var. O yüzden mən də kiçiltməyə gedəcəm. Bir gündən heç nə olmaz. Bir gündən bu boyda şişib dünyanın alası deyiləm ağzına. Qarşımı da yiyəcəm, qalmasın. Bir bütöy yetdi. Bir gündən heç nə olmaz. Ən sizə yedin, ət axıra saxlayıram mən uşaqlar. Mən boşqava yuyub, sıvırmayınca ətə əlvrası döyüləm. Siz özü mənim keşə xasiyyətimi bilirsiniz. Yeyib, sıvırıb, axırda ətə keçəcəm. Mən eləyəm. Mənə indi dedilər ki, təxribatda əməliyyat səni aradan götürür.